Salam dostlar. Biz bugün Baliyə gedirik. Hazırlaşmışıq, indi çıxacağıq. Hardasa 18 saatlıq uçuşumuz var. Bugün çıxırıq, hardasa sabah bu vaxtlarda Baliyə çatacağıq. Çalışacağım orada da görüntülər çəkim sizin üçün. Hələlik. Biz aeroportdayıq. Gedirik çəkinə. Çəkin eləməmişik çünki yer almamışıq. Fikirləşdik ki, burada çəkin eləsək bizə yanmayan bəlkə yer verərlər. Ona görə samolotumuz bu arada 1 saat gecikir. Saat 7-də uçmalıydı, amma bildiriş gəldi ki 8-də olacaq. İçinə çox adam var deyəsən. Biz gedirik samolota İstanbul'a. İlk uçuşumuz İstanbul olacaq. 3 hours later. Biz İstanbul'a çatmışıq. 3 saat sonra ikinci uçuşumuz olacaq. Gedirik. Baxaq görək qeyd açılıb yoxsa yox. Biz samolota binirik. Next destination Bali. 12 hours later. Salam dostlar, biz artıq Balidəyik. 12 saatlıq uçuşdan sonra çatdıq axır ki. Bugün indi saat neçədir? Saat 7-dir. Saat burada 8-dir axşam. Berlindən də axşam 8-də çıxmışdıq. 1 saat gecikmişdi samolotumuz. İndi taksi çağıracaq və otelimizə gedəcəyik. Qeyd edim ki, uçuş 12 saat çəkdi, amma rahat oldu. Türk Hava Yolları ilə uçmuşuq. Belə yaxşıydı, rahat keçdi. Bütün yolu seriala baxmışam, oyun oynamışam. İndi gedib otelə dincələcəm. Biz otelə çatdıq. Aeroportdan hardasa yarım saatlıq yoldur. Taksi ilə gəlmişik. Burada Grab taksi əpi var. Xeyli sərfəlidir deyim ki, bizdəki taksilər kimi. Burada da taksi xidməti uyğunadır. İndi otağımıza gedirik. Otel çox gözəldir. Səhər daha yaxşı çəkib göstərərəm. İndi sizə otağı da göstərəcəm. Biz gəldik, otağa yerləşdik. Otağımız belədir. Belə taxtalı, autentik bir otaqdır. Biraz qaranlıqdır. Burada da belə terasımız var. Oranı da göstərərəm sizə. The next day. Sabahınız xeyir. Bugün bizim Balidə birinci günümüzdür. Amma biraz belə deyim, oteldə bəzi şeylər xoşumuza gəlmədi. Məsələn, qəşəng olsa da otaq baxımından simple şeylər yoxdur. Çox güman ki, biz buradan bugün check-out eləyəcəyik. Həm də arkadakı remont bizi çox narahat edir. Yeni sırada gəlmişim, niyə bu səsi eşitməliyik? Nəysə, yaxşı ki, burada otel tapmaq çox asansdır. Başqa bir dənə otel tapmışıq. Səhər yeməyindən sonra artıq ora keçəcəyik. Deməli, yemək sifariş eləmişik. Bu nə idi? Nəsə omlet? Tərəvəzdən. Nəsə omlet götürüb Salih. Mən də dedim ki, mən də pankek istəyirəm. Mən pankekin boşqaba yapışıbdı. Salih'in yeməyinə, amma mən də ondan istəyirəm. Mən də verərsən. Nəysə, ümid edirəm dadlıdır. Yeyək baxaq. İndi qaldığımız otel Padang playajına yaxındır. Bu plaj Eat, Pray and Love-dan belə deyim, məşhurlaşıb. Biz əslində heç bilmirdik bunu. Sadəcə istəyirdik plaja yaxın otel tutaq. Ona görə sırf buranı tutmuşduq. İndi səhər yeməyimizi yedik, hazırlaşıb plaja gedəcəyik. Daha sonra gəlib digər otelə keçid eləyəcəyik. İkinci dəfədir əslində booking məni belə ağladır. Birinci dəfə bu Fethiye'də tutduğumuz oteldə eyni şey olmuşdu. Baxırsan, otelin həyəti, otaqları çox gözəl görsənir. Ancaq oteldə simple facility yoxdur. Məsələn, asılqan yoxdur. Duşa girirsən, bilmirsən hardan atasan, nə bilim, dəsmalı və yaxud da yəni sabun filan qoymağa yer yoxdur. Daha sonra diş şotkalarını qoymaq üçün yəni bir necə deyim, stakan belə yoxdur. Diş şotka, diş pastası ümumiyyətlə yoxdur. Daha sonra fen yox idi. Dünən gəlmişəm, fen istəmişəm. Mən fen gətirmədim özümlə, başlıq gətirdim ancaq.
Yəni belə şeylər əslində xırda şeylərdir baxırsan. Yəni bunlar çox simple şeylərdən mütləq olmalıdır oteldə. Və oteldə 3 ulduzlu ya 4 ulduzludur. Çox yaxşıdır dəyərləndirməsi. Heç kəs də bu barədə heç nə yazmayıb. Mənə maraqlı gələn budur ki, yəni insanları bu narahat eləmir belə baxıb başa düşürəm. Keyfimizi pozmağa dəyməz. Səyahətimizin ilk günüdür. Deyirəm bundan sonraki otellərimiz daha yaxşı olacaq. Birazdan gedəcək Padang-Padanga, sizə oranda göstərəcəm. Otelimiz plaja çox yaxındır. 10 dəqiqə piyada, yəni çatdıq artıq. İndi düşürük plaja. Plaja gedən yol belə maraqlı, mağara fason bir yoldur. Qəribədir. Klastrofobiyası olana məsləhət görülmür. Onlardan biri mən. Amma çox maraqlıdır. Oradan ağlarına gəlib belə yol çəkmək. Suyun rəngi inanılmazdır. Qeyd elədiyim kimi burada plaj wilddır. Heç bir şezlong görmürəm. Biz də yadımızdan çıxarmışıq piknik pletimizi gətirməmişik. Amma quma baxın. Mən ballo. Bura çox gözəldir. YouTube videolarında o qədər baxmışdım. Özümə də qəribə gəlir, elə bilirəm YouTube videosundayım. Çox qəşəngdir. Biz artıq gedirik. Bura Padang-Padangın üstdən görüntüsüdür. Biz buranı çox bəyəndik. Alınsa bəlkə yenə gəldik. Dəniz çox gözəl idi. Bir də bu Padang-Padang plaj ödənişlidir. Adama 25.000 rupi verdi. Bilmirəm çevrəndə nə qədər eləyir. Amma məlumatınız olsun ki, giriş ödənişlidir. Heç nə daxil deyil. Sadəcə plaja girişin ödənişidir. 1 evro yarım. Çox ucuzuymuş. Burada şezlong yoxdur, belə paduşkalar var idi. Bir də biz soruşduq, zontik qutarmışdı artıq. Ona görə də biz getdik qayalıq tərəfə, orada oturduq. Gün belə inanılmaz narahat eləmirdi, amma biraz var idi. Biraz qaralmışam məncə. Axşam daha dəqiq biləcəm. İndi gedirik otelə, check-out eləyəcəyik. Artıq eləmişiksə check-out, sadəcə digər otelə keçid eləyəcəyik. Bir də acımışıq, gedib yemək yeyəcəyik. Bir də qeyd edeyim ki, Uluwatu daha çox sörflə məşhurdur. İnsanlar bura sörf eləmək üçün gəlir. Dəniz dalğalı olduğu üçün daha çox sörfə uyğundur. Amma biz suya da girdik. Yəni belə inanılmaz dalğalı deyildi. Girmək olur. Çox da dərin deyil. Burada əsas transport mototsikldir, fikir verirəm. Çoxdur mototsikllar. Ancaq biraz təhlükəlidir. Yaxşı sürmürlər, yollar dardır. Çox vaxt qabaq-qabağa gəlirlər. Yəni biraz təhlükəlidir. Few moments later. Bu bizim yeni otağımız. Burada çox qəşəngdir. Salih demişdi ki, bizim balayımızda buranı belə düzəltiblər. Həpəm honeymoon eləyiblər. Çox qəşəngdir, təmizdir. Bəs bunun duşu hardadır? Doğrudan duş hanı? Duşu belə çox böyükdür, hə, və açıqdır. Çox maraqlıdır. Həyəti də çox qəşəngdir. Birazdan çəkərəm həyətini də. Çox qəşəngdir belə taxtadan. Maraqlı. Like it. Bəyəndim. Və tərtəmizdir. Təmizliyin dəyərləndirməsi 9-8 idi. Ona görə tutduq buranı. Mən sizə həyəti də çəkeyim. Burada belə evlər var. Ayrı-ayrılıqda. Bizimki də budur. 2 nömrə. Daha sonra belə ərazisi var. Burada belə basayni var. Həyəti çox qəşəngdir. Sakit. Biz indi hazırlaşıb çıxacağıq günorta yeməyi yeməyə. Yemək yeyib gəlib sonra axşam üçün hazırlaşacağıq. Başqa bir yerə gedəcəyik.
Biraz dincəlim, sizin üçün də çəkəcəm oraları. Hələlik. Few moments later. Belə bir kafeyə gəlmişik. Nahar eləməyə. Maraqlı yerdir. Qəşəngdir. Burada nəsə belə məbəd var elə bir. Türk restoranına gəlmişik. Əzmə sifariş eləmişik. Belə toyuqlu beyti sifariş eləmişəm. Türkiyədə ətlisini yemişdim. Burada da toyuqlusunu yemək istədim. Salih də İskəndər sifariş eləyib. Çoxdan da İskəndər yemək istəyirdi. Hours later. Biz yeməkdən sonra gəldik otelə, biraz dincəldik. Əvvəlcədən Uluwatu Temple'da rəqs, bunların nəsə belə nədir adı? Nəsə milli rəqsləri var, belə wild, bilmirəm necə bir şeydir, adını bilmirəm, amma göstərəcəm. Nəsə maraqlıdır, ora bilet almışıq əvvəlcə, qaça-qaça çıxdıq, gedək çataq, həm də Uluwatu Temple'ı görmüş olarıq. Belə taksidəyik, gedirik, çatanda göstərəcəm sizə. Rəqs Fire Dance adlanır, deyəsən belə alovlarla filan rəqs eləyirlər, maraqlıdır. Biz gəlmişik Temple'a, ilk dəfə burada meymun gördüm. Biraz qorxuram meymunlardan, çox video görmüşəm, insanlara hücum eləyirlər. Sonra açkini oğruyurlar, özdə pul qarşılığında qaytarırlar. Belə şeylər etmişəm. İndi biz Temple'ın ərazisindəyik. Fire Dance bileti 9 euroya almışdıq. 2 nəfərə Salih. 2 nəfərə girişə nə qədər verdik? 1000 yendə 100 min ha. 100 min yendə yen 100 min rupidə içəri girişə verdi. İçəri girişdə pulluydu. Belə. Salih'in lookunu görürsünüz, nə gözəldir. Mən də belimə belə qavaqda gördüyünüz kimi sari bağlamışam. Çünki açıq girməyə icazə vermirlər. Mütləq şəkildə ayaqlar bağlı olmalıdır. Mən bir yadımdan çıxdı, əslində bilirdim. Mən bilmirdim ki, sadəcə dance Temple ərazisindədir. Neysə, gedək görək necə olacaq. Özdə gün batımıdır indi, birazdan. Ümid edirəm gün batımı da görərik. Bura insanlar gün batımına baxmağa gəlir. Artıq yavaş-yavaş gün batır. Baxın nə qədər insan var. İnanılmaz çox insan var. Elə bir nə deyirlər? Amfiteatr kimi bir yerdir. Baxın, həm də buradan gün batımı da görsənəcək. Few moments later. Burada hamı elədir. Biz gəldik otelə. Maraqlı uşaqlar var. Öz-özünə fırlanır. The next day. Sabahınız xeyir. Bugün ikinci gündür. Gedirik səhər yeməyinə. Bu oteldə səhər yeməyi yoxdur. Hi. Yaxınlıqda bir dənə restoran, kafe tapmışıq. Mən bol yemək istəyirəm. Bu smoothie falan belə bir şey. Baxaq. Görək necədir. Daha sonra isə plaja gedəcəyik. Vəhşi təbiət. Bu ikinci otelimiz çox rahatdır. Çox qəşəng yatdıq dünən. Bu arada dünən Qarabağın oynadı baxdıq. Mən birinci qoldan sonra yatdım.
Bir də Aylanda gördüm ki 2-0 udmuşuq. Amma dünən çox qəşəng yatdım. Mən çəksən, mən icazə almışsan, razılıq. Bəli. Çox da. Məhkəməyə verəcəm sənə. Burada yerdə belə şeylər var. Deyəsən bunları belə ritual kimi eləyib qoyublar baxın. Bu nədir? Sarı belə pankek sifariş eləyib. Mən də smoothie gözləyirəm. Bu yəqin ki vanildir, hə? Sirop yox. Maple sirop. Bugün gəldim. Biz aeroportda gördük ki, aptekdən dərman alırdılar. Amma belə YouTube-da falan da baxanda qarşıma çıxmışdı ki, buzdan falan, sudan mikrob keçir. Bu bildiyiniz rotavirus kimi bir şey. Ona görə biz də əslində istəyirik dərman alaq hər ehtimal. Çünki bilmək olmur. Yəni birdən tutsaq eləsə, dərmanımız olacaq yanımızdan. Elə. Hər şey gəldi mənim smoothie'mdən başqa. Few moments later. Smoothie'm gəldi. Mən yellow, sarı olan sifariş eləmişəm. Bunda passion fruit, bir də mango var. Ümid edirəm dadlı olar. Bir də əlavə fıstıq əzməsi sifariş elədim yanında. Fikirləşdim birdən çox turş olar. Bir də baxacağım dadına. Öyle bir ki buzlu böyle şeydi. Nasıldım? Few moments later. Biz hazırlaşmışıq. Bu günlərim Beach Club'a gedəcəyik. Mən də ona uyğun giyinmişəm. Sunday Beach Club belədir deyəsən adı. Sundays. Çəkəcəm oradan da. Belə. Bugün hava dünənkindən daha istidir. Biz istəyirik gedək həm Beach Club'a, həm də gün batımına orada baxaq. Ümid edirəm qəşəng gün batımı olar. Thank you. Bura çox qəşəngdir. Biz bu eləməmişdik, qorxurduq ki yer olmaz. Vaxtimizdən yer oldu. Gedək, yer tapaq. Hi. Biz indi plaja düşürük. Burada belə baseyn ərazisi də var, baxın. Çox gözəldir su. Amma mən dəniz olan yerdə, hətta okean olan yerdə baseyn belə deyim, tərcih eləməzdim. Baxın, buranın adı Sunday'dir. İndi aşağı düşürük. Kassaya gəldik. Buradan giriş bileti alacağıq. Qiymətini bilmirəm. Alaq, qeyd eləyərəm sizin üçün də. Baxın, burada belə kotejlər də var. Biz gəldik. Baxın. Bir çox gözəldir. Girişə adama 50 euro ödəmişik. Qiyməti biraz faiz qiymətlərinə baxanda bahadır, amma bir hissəsi depozitdir. Yəni sifarişlər də eləyə biləcəyik və çox gözəldir dənizi, məncə dəyər. Bura çox gözəldir. Çox bəyəndim buranı. Dənizi inanılmaz gözəldir. Təbiət də gözəldir. Burada həm də paragliding var. Bax. Yemək sifariş eləmişik. Depozitimiz var idi, amma depoziti keçmişik. 20% vergi var burada.
Qiymətlər əslində uyğun deyil yeməklərin filan. Yəni ödənişli plyaj olduğu üçün normaldır. Bir də burada da radler tapmışam. Radler içirəm. Özlərinin belə bir radleridir. Bintang. Bir də bu burger balıqlandı. Birinci dəfə balıqla burger yeyəcəm. Görüm necədir. Baxın, belə marshmallowlar veriblər və insanlar orada artıq marshmallowları qızartmağa başlayıb. Biz də indi gedəcəyik. Çox əylənirik, çox maraqlıdır bura. Dediyim kimi girişi 50 euroydu, amma inanılmaz gözəl xidmət var, təhlükəsizdir, əşyalarınızı qoyub plaja girə bilirsiniz və canlı musiqi də inanılmaz gözəldir, çox əyləndik. Gedirik marshmallowları qızartmağa. Marshmallow grill oldu. Bütün böyle köz oldu. Yandırdım. Şimdi biraz soysun yiyeceğim. Bakın ne güzel. Biz artıq qaydırıq, gedirik otelə. Biraz dincələcəyik, sonra çıxacaq yemək yeməyə. Bugün çox gözəl keçdi. Baliyə gəlsəz, Uluvataya gəlsəz, Sundays Club Beach-i yəni tövsiyə eləyirəm. Mütləq gələ bilərsiniz. Çox əyləndik biz. 3 hours later. Biz gəldik, dincəldik, hazırlaşmışıq. İndi çıxacaq axşam yeməyinə. Belə geyinmişəm. Belə bir bluzum var. Bir də H&M-dən belə bir toxunma ətəyi almışdım. Bu günlər üçün onu geyinmişəm. İndi birazdan çıxacaq. Böyle bir restorana gelmişik. Biz yeməkdən sonra gəldik. Belə bir bara. Dünən buranı görmüşdük. Maraqlı görsənir. Aa, Tame Impala. Bu arada biz Tame Impala'nın konsertine bilet aldık bugün. Çok xoşbəxtəm. Sahilək də həmişə kimi Negroni sifariş edeyim. Mənim Mai Tai'm da çox qəşəngdir. Old Fashion. Nə var axırda? The next day.
Sabahınız xeyir dostlar. Biz hazırlaşmışıq. Daha doğrusu mən hazırlaşmışam. Zaliyə gözləyirəm. Səhər yeməyinə gedəcəyik. Bugün bizim 3-cü günümüzdür. Biz Uluvatda 3 gün qalırıq. Sabah artıq başqa bir yerə keçid edəcəyik. Və indi səhər yeməyinə gedəcəyik. Oradan sonra da başqa bir plaja gedəcəyik. Bugün istəyirik gedək gün batımına baxaq. Yəni sırf gün batımı üçün belə deyim bir yerə gedəcəyik. Oradan oturub gün batımına baxaq. Belə bugün hava çox gözəldir, yenə istidir, qəşəngdir. Bir də dünənlərim axşam gələndə gördük ki, evdə kərtənkələ var, daha doğrusu divarda. Birinci mən qorxdum yatmağa ki, bilmirdim kərtənkələ ümumiyyətlə nə edir bilər insana. ChatGPT-yə yazdım, soruşdum. Dedi ki, ChatGPT dediyin əsasən ümumiyyətlə Balidə demək olar bütün evlərdə kərtənkələ olur. Bu gecko belə deyim növünə aid bir kərtənkələdir. İnsanlar üçün heç bir ziyanı yoxdur. Əksinə onun olmağı otaqdakı həşəratları, ağcaqanadları belə deyim yeyir, insana tamamilə zərərsizdir. Ümumiyyətlə insanlardan qorxur və insanlar yatağa filan gəlmir. Belə deyim də, mən qorxurdum ki, yatanda birdən gələr, nə bilim, bilmirəm də, yəni necə təsir göstərir deyə qorxurdum. Odur ki, tamamilə yəni zərərsizdir. İnsanlara ümumiyyətlə təməsə keçmir, əksinə qorxur. Ondan sonra rahat yatdım. Həqiqətən də, yəni heç belə varlığını belə hiss eləmədim. Nəysə, buradakı ümumiyyətlə otağımız çox belə yaxşıdır. Yatağımız çox geniş, rahat, inanılmaz, yəni qəşəng dincəldim. İndi gözləyirəm Salih gəlsin. Kofe dozam gəlibdir səhər-səhər. Mən kofemi içməmiş. Ümumiyyətlə oyana bilmirəm. Bilmirəm, artıq belədir. Nəysə, burada çox qəşəng banan ağacları var. Gəlsə də göstərim. Baxın, burası belə çox gözəl yaşıllıqdır. Banan ağacları var. Bu tərəfdə də belə baseyn var. Ümumiyyətlə, mən belə fərqinə varmışam ki, insanlar, həmçində biz, otel tutarkən, belə istirahət yerlərində mütləq baseyn olmağına önəm veririk. Yəni, Türkiyədə də bu belə idi, Balidə də belədir. Amma sizə deyim ki, o baseynə girən olurmu? Yox. Türkiyədə də biz girmədik, sadəcə bir gün, o da Fethiye'yə gəldiyimiz gün, artıq dənizə getməyə vaxtımız yox idi deyə girdik. Burada da, yəni, biz gəlmişik. Bir dəfə də olsun baseynə girməmişik. Yəni ki, bu baseyni mən belə deyərdim ki, insanları məmnun eləmək üçün sadəcə tikirlər. Mən hələ görməmişəm. İkinci oteldə qaldığımız baseynə girən kimsə görməmişəm. Çünki plaj olan yerdə belə başa düşürəm ki, insanlar daha çox plaja getməyə üstünlük verirlər. Çünki baseynə girsən, gərək bütün gününü oteldə keçirəsən. Əgər all inclusive otel deyilsə, dənizə çıxışı yoxdursa, biraz mənasızdır. Çünki bütün günün itir. Yox, əgər sən belə deyim də aylarla qalırsansa, o başqa məsələ. Təbii ki, hansısa günü oteldə keçirə bilərsən, amma qısıtlı bir vaxtdırsa, biraz mənasızdır. Yəni hətta deyim ki, insanlar pul verirlər plajlara, beach clublara gedirlər, oradakı baseynə girirlər, amma oteldəki baseynə girmirlər. Yəni buna əmin ola bilərsiniz. Düzdür, olmağı yaxşıdır. Amma məncə şərt deyil, düzün. Otelimizin bu hissəsi çox xoşuma gəlir. Uçurdu. Baxın, yəni sizə lookumu göstərim. Bilməm, görsənir. Belə giyinmişəm. Rahat. Gedə görə Salih hazırlaşdı. Yoxsa yox. Gəldim otelimizin yanındakı kafeyə. Salih gələnə qədər kofe içmək istəyirəm. Düz otelimizin çıxışında belə Kaktus adında bir kafe var. Amma zavtraka Salih harasa başqa bir yer tapıb, maraqlı bir smuzi olan, ora gedəcəyik. Dünən yediyim smuzi də qəşəng idi, mango passion fruit, amma bir dənəsi də var idi belə meyvə, daha doğrusu necə deyim, gilə meyvələrdən olan bir də smuzi var, onu yeyəcəm. Görək ki, Salih otaqdan hazırlaşıb çıxa bilsə, gedəcəyik. Daha sonra da çimərliyə gedəcəyik. Düzü, mən də biraz yorğunam bugün nəsə. Oyana bilmirdim, amma fikirləşdim ki, mən oyanmasam, Salih günortaya qədər yatacaq. Ona görə oyandım. Bugün hava əladır. Nəysə, kofemi içim, biraz ayılım, sonra davam eləyərik. Few moments later.
Gəldik kafeyə. Baxın, burada belə çay baular var. Biz internetdə şəklini görmüşdük. Məncə o dragon fruit olandı. Qırmızı belə qəşəng bir dənə smoothie-dir. İndi onu sifariş eləyəcəyik. Görək necədir. Biraz çox səs-küy var. Uluvatoda hər yerdə təmir gedir ümumiyyətlə. Və bunda arxasında başqa bir otel tikirlər deyəsən və çox səs-küydür. Ona görə də yaxşı ki, mikrofonu yanımdadır. Birinci qaldığımız oteldə də elə idi, təmir idi və inanılmaz səs-küy idi. Çox narahat eləyirdi adamı. Yaxşı ki, ikinci oteldə elə deyil. Belə indi sifarişlərimizi eləyək, çəkəcəm sizin üçün də. Salihin yeməyi gəldi. Egg Benedict sifariş eləmişdim. Mən bu oğlum elə gəlməyib. Amma mənim maçam gəlib. Kofe içmişəm deyə matcha latte sifariş elədim. Amma dadı bilmirəm necədir. Burada belə it var. İndi fikir verirəm ki, gəlib mənim stulumun altında yat. Hey! Baxın. Mənim də smoothie'm gəldi. İndi dadına baxacağım. Qəşəng görsənir. Görək necədir. Dostlar, Uluvatoya gəlsəz bu kafeyə mütləq gəlin. Çay bollar çox dadlı idi. Latte'də içdiyim, yəni matcha latte içdiyim ən dadlı matcha latte idi. Çox gözəldir. Bir dənə bu təmir səsi olmasa, məkan çox gözəldir. Qiymətləri də uyğundur. Gələ bilərsiniz. Adını qeyd edəcəm videoda. Baxın, burada belə rituallar eləyirlər. Belə yerə nələrsə qoyurlar, elə bir ki, tanrılara hədiyyə kimi. Belə məbədlərin qabağına qoyurlar. Burada da var eyni şey. İnanılmaz səs-küydür buralar. Baxın, belə maraqlı mağazalar var. Gəlmişik Salihə yanmamaq üçün uzun qollu, belə deyim, suda giyməyə bir şey almağa. Tapa bilirik. Çox qəşəng şeylər var əslində. Biraz baxın. Salihə maraqlı tişörtlər tapmışıq. Göstərib baxsın. Qəşəng şeylər var. Burada maraqlı mağazalar var bu arada. Vaxtı yoxdur çox da belə mağazalara baxmağa. Alınsa başqalarına da girəcək. Belə. Qiymətləri elə də uyğun deyil əslində. Dəniz üçün uzun qollu o dediyim rezin belə tişört 40 evrodur. Sonra Salih üçün başqa bir dənə də tişört götürmüşük. O da 40 evroymuş. Yəni qiymətləri bahadır əslində. Qadın dükanları bilmirəm necədir, amma bura bahadır. 3 hours later. Biz hazırlaşdıq, indi plaja gedirik. İndi sizə lookunu göstərəcəm. Biz bugün Blue Point Beach-ə gedirik. Alınsa gün batımında oradan baxacağıq. Deyirəm, orada şezlong və nə deyirlər ona? Nə? Zontik olacaq. Olsa yaxşı olar. Taksidən düşdük, deyəsən taksi bizi biraz arxada düşürüb. İndi piyada gedirik. Budur bax, Blue Point. Çatmışıq deyəsən. Burada Blue Point yazılıb. Bir dənə buradakı mopedlərin sayına baxın. Yəni inanılmaz. Nəysə, biz gedək plaja. Wow, bir dənə bura baxın. Bu plaja gedən yoldur. Çox gözəldir. Düzü videolarda görmüşdüm, Google Map'də daha doğrusu. Amma fikirləşirdim ki,
bəlkə də elə deyil, amma inanılmazdır. Bir dənə baxın. Wow. Və buradan da dənizə, daha doğrusu okeana çıxış. Bura inanılmaz gözəldir. Çox bəyəndim buranı. Sadəcə daha çox surferlər üçündür, çünki dalğalıdır. Görürsünüzsə burada surfingə gəliblər. Çünki dalğalar çox böyükdür. Gəldik plaj tərəfinə. Belə bir yeri var imiş. Orada ümumiyyətlə uzanmağa falan yer yox idi. Dalğalar çox böyükdür. İndi belə bir yer tapdıq. Suyun içi ilə keçdik. Gəldik belə bir mağara kimi yerə. Burada uzanacağıq. Kölgə də var, gün də var. Hours later. Biz çimərlikdən çıxdıq, gəlmişik gün batımına baxmağa. Bir dənə belə teras restoran tapmışıq. Burada sadəcə terasda oturmaq üçün depozit istəyirlər. 2 nəfərə 500.000 rupi. O da hardasa 23 evro eləyir, hə? 25 evro təxmini belə. Düzü biraz indi gün narahat eləyir, amma view qəşəngdir. Baxın. Məncə gün batımı buradan qəşəng görsənəcək. Depozitimizə belə pizza sifariş elədik, bir də içkilər. Görək dadı necədir. Səhv eləmirəmsə dəniz məhsulları iləndir. Bu arada qeyd edeyim ki, biz məsələn gözləyirdik ki, Yaponiyada da kimi burada da dəniz məhsulları çox olacaq, çox yeyəcəyik. Amma sizə deyim, hər hansı bir restoranda sırf dəniz məhsulları olan, yəni yeməklər görməmişik. Çox qəribədir ki, necə yəni ada olasan və dəniz məhsulları olmasın. Maraqlıdır. Heç nə, gözləyirik gün biraz da batsın. Ümid edirik dünənki kimi çox gözəl gün batımı olar. Dünən də orada inanılmaz idi. Bugün bu arada Uluvatda sonuncu günümüzdür. Və səhər artıq başqa bir, belə deyim, bir də Balinin bu üzü var. Görürsünüz bu evləri. Yəni gecə qondu kimi çox keyfiyyətsiz tikililər. Bu tərəflər zibillik. Əslində Balidə ən bəyənmədiyim cəhətlərdən biri odur ki, təmiz deyil küçələr, zibillik dəhşət çoxdur. Yəni məsələn Şri-Lanka elə deyildi. Şri-Lanka biz əslində fikirləşirdik ki, Hindistana yaxını daha çirkli ola bilər, amma Şri-Lanka qat-qat təmiz idi. Məsələn görürsünüz orada zibillik, bütün yəni zibilləri atıblar. Yol boyu da, bayaqki plajdan qaydanda da yol boyu zibillik idi. Yəni bu qədər turist gəlir, amma belə şeylərə fikir vermirlər, qəribədir. Hours later. Biz artıq otelə qayıtmışıq və sabah artıq Uluvatudan çıxacağıq. Ümumi Uluvat haqqında fikirlərimi bölüşmək istəyirəm. Bəyənmədiyim şeylərə əsas qeyd edeyim. Burada ən çox bəyənmədiyim şey səs-küy oldu. Məsələn, bu mototsiklların səsi inanılmaz insanı narahat eləyir. Mərkəz anlayışı yoxdur. Deyim ki, harasa bir meydan olsun, harasa gedəsən. Ümumiyyətlə Uluvatunun mərkəzi haradır desəz, elə bir yer yoxdur. Bütün restoranlar, barlar, səs dediyim,
Bütün restoranlar, barlar yolun qırağında yerləşir. Yəni mütləq ki, taksi ilə və yaxud motosiklla getmək lazımdır. Daha sonra çoxlu sayda təmir var. Bayaq dediyim, yəni hər yerdə demək olar təmir var. Məsələn, bugün getdiyimiz səhər kafedə də arxa tərəf təmir idi deyə, yəni oturub istirahət eləyə bilmir insan. Ancaq gərək plyaja gedəsən. Yəni plyajın qırağında qalırsınızsa problem deyil. Başqa nə var idi? Başqa məsələn daha əvvəl düşünürdüm ki, yəqin ki həşərat filan çox olar, ağcaqanadlar əsasən çox olar. O narahat eləyər. Uluwatuda bizi heç narahat eləmədi. Yəni deyə bilərəm ki, yox səviyyəsində idi ağcaqanad. Bakıda daha çoxdur, əmin ola bilərsiniz. Başqa belə meymun çox görmədik. Bir dənə Uluwatu Temple-da var idi meymun. Orada da nə isə bir tər survive elədik. Başqa belə kərtənkələ filan səhər o barədə məlumat vermişəm. Bunu da skip eləyə bilərik. İnsanları çox gülər üzdür, çox mehribandır. Məsələn, təhlükəsizdir. Rahat insanlar mopedlərə tək də minir. Taksilər inanılmaz, yəni yaxşıdır. Taksi xidməti deyərdim ki, möhtəşəmdir. Hətta qiyməti də çox-çox uyğunadır və çox tez gəlirlər. O əla cəhətdir məncə. Grab deyə bir app var. Oradan həm yemək sifariş edə bilərsiniz, həm də taksi sifariş edə bilərsiniz. Çox əla işləyir. Başqa nə var idi? Yadıma düşənlər bunlar idi. Belə, bir də Uluwatuda xüsusi belə görüləcək temple filan yoxdur. Bir dənə Uluwatu Temple var, o da belə qeyri-adi bir yer deyil. Düşünürəm ki, Ubudda belə yerlər daha çox olacaq. Bu qədər. Siz daha çox Uluwatuda haraları bəyəndiniz? Ən çox nə xoşunuza gəldi? Daha əvvəl ümumiyyətlə Uluwatuda olanınız varsa, aşağıda rəylərdə fikirlərinizi mənimlə də bölüşün. Növbəti vloqda görüşənədək.